Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi bugün DİM sınaq imtahanı keçirmişdir. Həmin sınaq imtahanına düşən sualların izahını verəcəm. Deməli, başlayaq birinci sualdan. Deməli, tangens 2 kök 2 olarsa və bucaq da 3-cü rubin bucağı olarsa kosinüsü tapın. Bucağı ona görə verib ki, işarəni təyin eləyəsən. 3-cü rub olduğu üçün kosinüs mənfi olacaq. Yəni, avtomatik cavab mənfidir. Amma bundan sonrasında düzbucaqlı üstbucaq qaydası ilə həll edə bilərik. Tangesin 2 kök 2 olması üçün bura 2 kök 2, burada 1 olmalıdır ki, tangens alfamız 2 kök 2 olsun da, qarşı tərəf böl bitişik. O zaman Pifaqor teoremindən istifadə edərək bunun kvadratı 8, bunun kvadratı 1 olarsa bura olacaq 9, yəni köşatda 9, yəni 3. Kosinüs da nə idi? Bitişik qatetin hipotenuza nisbəti 1 böl 3, yəni y bəndi. İkinci. Şəkildə O çevrənin mərkəzidir. B, A, S 45 dərəcədir. Bax, bura 45 dərəcədir. Təbii ki, mərkəzdirsə 45 dərəcədir. Bu şərti verməyə ehtiyac yoxdur. CB də 8 kök 2 olarsa, çevrənin radiusunu tapın. Uşaqlar, çevrənin radiusunu sinuslar teoremindən istifadə edəcəyik. Bax, bu tərəf 8 kök 2 bölünsün. Bax, bu bucaq. Sinus 45 bərabərdir 2R-ə. İndi sinus 8 kök 2 bərabərdir. Sinus bölünsün daha doğrusu. Sinus 45 kök 2 böl 2-dir də. Bu köklər gedər, 2 də qalxar yuxarıya. Onlar 2 vurur 8. Bərabərdir 2R-ə. 2-lər də gedər, R olacaq 8. Yəni C bəndi. Üçüncü. A mənfi 70, %75 olarsa ifadənin qiymətini tapın. İndi uşaqlar, təbii ki, sadələşdirib sonra həll eləməyimiz lazımdır. Əvvəlcə mən qruplaşdıraram. Məxrəclərə eyni olanlara baxaq. A plus 1. Yuxarıda A kub. Məxrəcə A plus 1 olanları bir yerdə yazalım. Yuxarıda olacaq A kub plus 1. Çıxılsın. Məxrəcə A çıx 1 olanları da eyni yazaram. Olacaq A çıx 1. Məxrəc eynidir. Toplayanda da olacaq A kub. Mənfini vuranda olacaq çıx 1. İndi birincinin açılışını yazsaq olacaq A plus 1. A kvadrat plus minus A plus 1. Məxrəcdə isə A üstəgəl 1. Bunlar getdilər. Eyni məntiqlə A kub çıx 1-in də açılışını yazsam A çıx 1. A kvadrat plus A plus 1. Bölünsün. A plus 1. İndi A daha doğrusu A minus 1. Bunlar da getdilər. İndi diqqətlə baxın. A kvadrat çıx A plus 1. Çıxılsın. Mənfini vuraram. Olacaq A kvadrat çıx A çıx 1. A kvadratlar gedər. Birlər də gedər, qalar mənfi 2A. Mənfi 2-ni də vuraram, A-nın qiyməti mənfi 4-də 3-dür. Mənfi 4-də 3-dür. Mənfilər gedər, 2 ilə də bu gedər, 2 qalar, 3-ü də 2-yə böldüm, 1 onda 5, yəni müsbət, Y bəndi. Dördüncü sualımız, ABCD düzbucaqlısında, bir dənə düzbucaqlı çəkək. Bu ABCD olaraq da adlandıraq. BC bərabərdir 3 dənə AB-yə, yəni bura x-dırsa, bura 3x-dir. BD də, bax bu. BD də 20-dir. A təpəsindən BD diaqonalına qədər məsafəni tapın. Uşaqlar, əvvəlcə AB ilə AD-ni tapaq. Bura 3x-dırsa, bura da 3x-dir. Pifaqor teoremindən istifadə edərik. X kvadrat üstəgəl 3x-in kvadratı 9x kvadrat bərabərdir 400-ə. Buradan 10x kvadrat bərabərdir 400. X kvadrat bərabərdir 40-a. X də bərabərdir kök altda 40, yəni 2 kök 10. Bura oldu 2 kök 10, bura oldu 6 kök 10. İndi bizə deyir ki, buradan bura qədər məsafəni tapın. Yəni, bax, bunu tapın, H-ı. İndi bu üçbucağın sahəsi belədir. H vur 20 böl 2. Bərabərdir, həmçinin bunun sahəsində katetlərin hasilinin yarısından da tapa bilərik. 2 kök 10 vurulsun 6 kök 10 böl 2. İndi diqqətlə baxın. Bu 2 ilə bu 2 ixtisar gedər. Kök 10-u kök 10-a vuranda 10 eləyəcək. 2-ni də 6-ya vuranda 12. 12-ni də 10-a vuranda 120. 20H bərabərdir 120-yə. Buradan da alınır ki, H bərabərdir 6, yəni A bəndi. Növbəti 5-ci sualımız limit sualıdır. Uşaqlar, bir neçə qayda ilə törəmədən də falan da istifadə qoşmasına vurub bölə bilərsiniz. Variantlar çoxdur, amma ən yüksək dərəcəli həddə bölməklə tapacam. N kvadratdır, ən yüksək dərəcəli həddimiz kök altda N kvadratdır. O da N deməkdir. N kvadrata böləndə bunlar gedər. 9 yuxarıda 9 qalar. Bunlar hamısı 0-a gedər.
Burada da 1 qalar da, əmsalları 1-dir. Onda belə olacaq. 9-dan 3 çıxır. 3 plus 1, 3 minus 1. 4 böl 2 bərabər olacaq 2-yə, yəni B bəndi. Elə bir hər tərəfi n-ə böldüm də, kök altında n kvadrata böldüm. 6. Fx bərabərdir x çıxılsın m. Fx bərabərdir x çıxılsın m. X çıxılsın m yəni 4. M 4-dür. 4 vahid sağa sürüşür. Fikir verin bu qrafik. Deməli M4-dür. Gx funksiyası isə mənfi x çıxılsın k plus n. Plus n yuxarı qalxıb, baxın 6 vahid yuxarı qalxıb, deməli n 6-dır. K vahid də sağa sürüşüb. Deməli k vahid də sağa sürüşüb. O da buradır. Bircə dəqiqə, indi bunu tapmaq lazımdır. Bunu da biz ikinci funksiyadan tapacaq. Fikir verin. Məsələn, bura, bilmirəm neçədir, bura bir x deyək. X-i tapsaq. Hətta x yox, k deyək də, birbaşa k-dır. Yəni, mən burada k-nı yerinə yazanda 6 alacam. Axı, bu ikinci funksiya üçün də keçərli. İkinci funksiyamızda modulda x çıx 4-dür də. Burada x-in yerinə k yazaram. K çıx 4 bərabər olar 6-ya. K çıx 4, 2 dənə versiyası var. Biri olacaq, deməli 6, k olacaq 10. Digər də olacaq, k çıx 4 bərabərdir mənfi 6, k da bərabərdir mənfi 2. Təbii ki, burada mənfi 2 ola bilməz deyə k olacaq 10. K-nı da tapdıq 10. İndi k 10-dursa, bircə dəqiqə, bu hissəsini silirəm artıq. K 10-dursa bizim ikinci funksiyamız gx bərabər olacaq mənfi modulda x çıx 10 üstəgəl n. Bax, bu nöqtə artıq 0-dır da. Bu nöqtə necə tapacaq? Bunu bərabərləyəcəksən 0-a. Onda buradan nə alınacaq? Modulda x çıx 10 bərabərdir. Deməli, n-ə. X çıx 10 bərabərdir n-ə. Bəs n-i necə tapacaq? Bunun digər sıfırından 4-dən istifadə edərək. Yəni, x-a 4 verəndə 0 olmalıdır. Olacaq 4 çıx 10 bərabərdir n. N də buradan bərabərdir 6-ya. Deməli, n-i də tapmış olduq. N-i zaten tapmışdıq. N-i tapmış olduq. N yox, P-dir bu. Bircə dəqiqə. N-i 6 tapdıq. N-i tapmışdıq. Biz bunu tapmalı deyilik. Burada mən eyni şey ikinci dəfə tapdım. Biz bunu bərabər eləməliyik 0-a. Buradan x çıx 10 n6-dır axı. Deməli, burada mənfi var da. Üstəgəl, n-i sağa keçəndə olacaq mənfi 6, mənfilər gedər. X çıx 10 bərabərdir 6-ya. Bunun 2 həlli var. X çıx 10 bərabərdir 6, x bərabərdir 16. Digərdə x çıx 10 bərabərdir mənfi 6, x bərabərdir 4. Biri zaten 4-dür, buradadır. Digərdə 16, deməli P də 16-dır. Əslində asan sualdır, sadəcə mərhələli sualdır. Bunu cəmləməliyik. Bu 20 eləyər, bu da 16, toplam deyil 36 A bəndi. 7-ci sual. A və B çoxluqları üçün A ilə B-nin kəsişməsi. Çoxluq suallarını Venn diaqramı ilə həll eləyin hər zaman. Bu A çoxluğu, B çoxluğu. Fərz eləyək ki, bura x-dir, bura y-dir, bura z-dir. A ilə B-nin kəsişməsi, yəni y bərabərdir n-a. N-a nə qədərdir? X plus y çıx 4. Bu da bərabərdir. NB nə qədərdir? Y plus z. Hətta mən bu bərabərliyi ayrı-ayrı yazaram. Y bərabərdir n plus nb çıxılsın 3. nb y plus z-dir. Çıxılsın 3. İndi fikir verin, buradan y-lər gedər, x bərabər olar 4-ə. Buradan y-lər gedər, z bərabər olar 3-ə. İndi x ilə z-i tapdıq. Bizə deyir ki, A ilə B-nin birləşməsi nədir? X plus y plus z. Bundan çıxıram kəsişməni, yəni y-i. Y-lər gedər, qalar x üstə gəlir z. X-imiz 4-dür, z-imiz də 3. 4 üstə gəlir 3 bərabər olacaq 7-yə, yəni D bəndi. 8-ci sual. Binomunda ən böyük binomial əmsalı tap. Deməli, uşaqlar, ən böyük binomial əmsal, deməli, belə düşünək də, kombinizon n-dən 8-dən 0-dan başlayır, gedir, kombinizon 8-dən 8-ə. İndi uşaqlar, baxaq, kombinizon 8-dən 0, yəni heç bir element seçməmək deməkdir. Necə hesablayacaq?
Kombinizon 8-dən 0, 8 faktorial bölünsün. 8 faktorial vur, 0 faktorial. Bu da edir 1. Təbii ki, bu deyil. 8-dən 1, indi sürətli yazaq bəzilərini 8 edir. 8-dən 2 fikir versək əgər 7 vur 8, 56 böl 2, 28 eləyəcək. Bu şəkildə davam eləsək. İndi uşaqlar sizə bir şey də deyim. Məsələn, burada A plus B üstü 8 yox. Məsələn, 28 də verə bilər də. O zaman tək-tək yazmayacaq təbii ki. Neynəyəcək? Yadınızda saxlayın. Bu binomial əmsalların böyüklüyü və kiçikliyi ortadakı həddə qədər artır. Ən böyük ortadakı hədd olur. Sonra başlayır kiçilməyə. İndi 8 isə burada 9 hədd var da, düzdür? Yəni üstü n-dirsə n plus 1 sayda hədd var. N plus 1 sayda hədd varsa, ortadakı hədd hər zaman nə olacaq? Belə deyək də, baxın 1-dən 9-a qədər düzülüb. İlk ortadakı hədd olacaq 5-ci. Aydındır. İndi kombinizon 8-dən 5-ci hədd ortada. Çünki 5-dən sonra da 4 dənə var, 5-dən əvvəldən. Bu da belə olacaq. 8 faktorial böl deməli 8-dən 5 çıxanda 3 faktorial vur 5 faktorial bərabərdir. Bununla bu gedər. Qalar 6 vur 7 vur 8. Deməli 6 vur 7 vur 8. Bununla da bu gedər. Nə qalar? 56. Deməli 56. Amma uşaqlar biz burada bir dənə səhv elədik. Bizim nömrələməmiz 1-dən 9-a qədər başlamır. 0-dan 8-ə qədər başlayır. Ortadakı hədd 8-dən 5 yox, 8-dən 4 olmalıdır məntiqlə düşünəndə. O zaman hesablama biraz dəyişəcək. Görək bundan böyük alınırmı? Hər ehtimal yoxlayaq. 4 faktorial vur 4 faktorial. Bundan bu gedər. 5 vur 6 vur 7 vur 8 qalar. Deməli 4 faktorialda 1 vur 2 vur 3 vur 4. 2 4-üm 8 edir. Bundan bu gedir. Bundan da bu gedir. 2 qalır. 2-ni 5-ə vuranda 10, onu da 7-yə 70. Baxın uşaqlar 70 56-dan daha böyükdür. Deməli oldu A variantı. 9. Mərkəzləri bir düz xətt üzərində olan 6 kongruent kürə biri digərinə xaricdən toxunmalı ardıcıl düzülüb. Bir dəqiqə biz bunu həll eləyək. Deməli, bu 1 olsun, bu 2 olsun, 4 olsun, 5 olsun və 6-cı olsun. 6 dənə kongruent kürə. İndi fərz edək ki, kürətdə bir-birinə xaricdən toxunmalı ardıcıl düzülür. Ardıca deyir ki, birinci və sonuncu kürələrin mərkəzləri arasındakı məsafə 30 olarsa, bax, birincinin və sonuncunun mərkəzləri arasındakı məsafə 30-dur. Bunu hər biri, baxın, birləşdirirəm. R-dir da, düzdür, R. Burada 2 dənə R var. 2 dənə R var, çünki diametrdir. Burada da R. Toplam nə qədər edir? 8, 9, 10 dənə R-dir. 10 R bərabərdir 30-a. R də bərabərdir 3-ə. Deməli, küran radiusu 3-dür, bir küran həcmi. Küran həcmi də bilirsiniz ki, 3/4 pi R kubdur. 3/4 vurulsun pi, radiusu 3-dür, kubu da 27. Bundan bu gedər, 9 qalar. 9 da 4-ə 36 pi. Cavab oldu A bəndi. Birinin həcmi uşaqlar. Əgər hamısını soruşsa 6-nı 36-ya vurmaq lazım idi. 10-cu sual. Deməli, 2 loqaritma 2 əsasdan bunu tapmaq lazımdır. Əvvəlcə biz bunu sadələşdirək. Ondan sonra loqaritmanı hesablayaq. Bax, bu suallardan bizim sınavlarımızda çoxdur. Kök altında 3 bölünsün. Sinus 160-ın yerinə sinus 20 yazaram. Üstə gəl. Kosinus 200-ün yerinə də 200-ü də 180 plus 20 yazanda ad dəyişməsə də işarə dəyişir deyə 1 çıx kosinus 20 yazarım. Bərabərdir. Məxrəc olacaq sinus 20. Artıq bu tip sualları əzbər bilməyiniz lazımdır. Çünki çox işləmişik. Çarpaz vuranda kök 3 kosinus 20 dərəcə çıxılsın sinus 20 dərəcə. Burada da mahiyyət nədir? Yuxarıdan biz 2-ni qarşıya çıxardanda vuruq kimi qalacaq kök 3 bölü 2 kosinus 20 çıx 2-də 1 sinus 20. Yuxarını da aşağını da əlavə 2-yə vuraram, aşağını da 2-yə vuraram. Sinus 20 yığmağa çalışıram da, daha doğrusu sadələşdirməyə çalışıram. Bərabərdir. Uşaqlar, yuxarıda olacaq 4 vurulsun. Bu kök 3 bölü 2-nin yerinə yazaram sinus 60 kosinus 20 çıxılsın. 2-də 1-in yerinə də yazaram
Kosinus 60, sinus 20. Aşağıda 2 qat arqument düsturudur. Sinus 40 eləyəcək. Bərabərdir. 4 vurulsun. Sinus 60, kosinus 20, kosinus 60, sinus 20. Sinus alfa çıx betanın düsturudur. Yəni toplama teoremi. 60-dan 20 çıxanda qalır sinus 40. Aşağıda da sinus 40. Bunlar getdi, qaldı 4. Qısası bu ifadənin yerində 4 qalır. Onda olur 2 dənə loqaritma 2 əsasdan 4. 2 əsasdan 4-ün özü 2 edir. 2-yə də vuranda cavab elədi 4. Yəni B bəndi. 11. ABCD bərabəryanlı trapesiyasında AC 26-dır. AY 24-dür. Uşaqlar, indi 24 26-dırsa 676 çıx, deməli 576. 100 qalır, bura oldu 10. Deməli SY oldu 10. SY də perpendikulyardır AD-yə. SY perpendikulyardır AD-yə. Trapesiyanın sahəsini tapmaq lazımdır. Deməli burada nə edəcəyik uşaqlar? İndi baxın, bu y'də bir x-dır da, bilmirəm. Mən buradan bir hündürlük endirsəm, burada x qalıraq. Çünki bərabər yanlıdır. Onda bu ortaya qalacaq 24 çıx x, burada qalacaq 24 çıx x. İndi trapesiyanın sahəsində orta xətti ilə hündürlüyün hasildir. Orta xətti tapsaq nə edərik? Bu ikisini toplayaram, nə edərik? 48 çıx 2x, üstə gəl kənardakı 2x-dar. Bölünsün 2, vurulsun hündürlük. Bunlar bir-birini aparar. 48-i 2-yə böləndə 24, 24-ü ona vuranda 240 y bəndi. 12. Loqaritma 2 əsasdan x, üstə gəl loqaritma 3 əsasdan x bərabərdir 1-ə. Tənliyi həll etmək lazımdır. Tənliyi həll etmək lazımdır. Əsasları fərqlidir. Necə həll eləyəcəyik? Uşaqlar, belə bir şey gəldi mən alıma. Bunu tərsinə çevirsək. Ya da ki belə eləyək. Loqaritma birincinin tərsinə çevirsəm nə olacaq? Loqaritma 1 bölünsün loqaritma x əsasdan 2. Üstə gəl digərini tərsinə çevirsəm 1 bölünsün loqaritma x əsasdan 3 bərabərdir 1-ə. Deməli uşaqlar, belə yazmaq. Buradan alınar, amma məncə uzun gedəcək. Gəlin biraz başqa cür yazaq. Biz eləməliyik ki, ortaq əsasa gəlsinlər də tənliklə. Ortaq əsasa gətirmək üçün də ikisindən də istifadə eləmək olar. Amma məsələn 3 əsasdan x-i başqa bir əsasa keçirsək, 2 əsasına keçirsək, məsələn yuxarıda olan loqaritma 2 əsasdan x, aşağıda da loqaritma 2 əsasdan 3. 2-lər gedəndə 3 əsasdan x qalır. Bu bərabərdir 1-ə. Bu doğrudur ki. Sonra nə edərik? Hər ikisində loqaritma 2 əsasdan x var. Qarşıya çıxarsam olacaq 1 plus 1 bölünsün loqaritma 2 əsasdan 3 bərabərdir 1-ə. Buradan loqaritma 2 əsasdan x-i saxlayaram. Mötərizənin üçün orta mərzə gətirsəm. Loqaritma 2 əsasdan 3. Bunu da 1-ə vursam olacaq loqaritma 2 əsasdan 3. Üstə gəl 1-in dəyərini yazaram. Loqaritma 2 əsasdan 2 bərabərdir 1. Ardını yuxarıdan yazaram. Diqqətlə baxın. Belə daha asandır. Yuxarıda olacaq vurulsun 2 əsasdan 3, 2 əsasdan 2 ilə toplayanda vurulur. Olur loqaritma 2 əsasdan 6. Aşağıda da loqaritma 2 əsasdan 3. Düzdürmü? Düzdür. Düzmü yazdıq? Bəli. Bərabərdir 1-ə. İndi buradan loqaritma 2 əsasdan x bərabərdir. Bu 2 əsaslar bir-birini aparar. Qalar 3 əsasdan 6. Sağa keçəndə olacaq loqaritma 6 əsasdan 3. Buradan da x bərabərdir. 2-nin üstündə loqaritma 6 əsasdan 3. 2-nin üstündə loqaritma 6 əsasdan 3. Var imiş. Çətin sual uşaqlar. Qəşəng sual saldılar. Davam eləyək. Növbəti 13-cü sual. İfadəsini sadələşdirin. Bu nisbətən asan sualdır. Kök altında 3 çıx 2 kök 2. Bu artıq dəfələrlə izah elədiyim sualdır. Kök altında 2 çıx 1-in kvadratıdır. Kvadratla bu gedər, qalar kök 2 çıx 1. Üstə gəl 3 çıx kök 2. Buradan da kök 2-lər gedər. 3-dən 1 çıxanda qalacaq 2 d bəndi. 14. Düzbucaqlı 3 bucaqda, düzbucaqlı 3 bucaqda
Düz bucaqlı təpəsindən çəkilən təmbölən hipotenuzu 6 və 8 olmaqla 2 hissəyə bölür. Düzbucaqlı üçbucağın kiçik katetini tapın. Deməli, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən təmbölən. Uşaqlar, bilirik ki, təmbölənin xassəsinə görə 6 böl 8-dirsə, mən bura 6K, burada 8K deyə bilərəm. Pifaqor teoremi tətbiq eləsək, bura 14 olurdu artıq. 36K kvadrat, üstə gəl 64K kvadrat, bərabərdir 14-ün kvadratı 196. Bu edir 100K kvadrat bərabərdir 196. K kvadrat bərabərdir 196 böl 100. Hər tərəfdən kök alsam, K da bərabər olacaq 14 böl 10. Yəni 1/4. K-nı tapdıq 1/4. Kiçiyi soruşduğu üçün 6-nı vuraram 1/4'ü. 6 tam, bir də 4'ə vuranda 2/4, 8/4 eləyir. Normal sualdır, yaxşı sualdır. 15'ə baxaq. Deməli, A, B, C və D nöqtələri verilmişdir. AB və CD vektorlar arasındakı bucağı kosinusunu tap. Əvvəlcə AB vektorunu tapaq. AB vektoru deyir, A-dan B-yə gedirsə, B-nin koordinatlarından A-nı çıxmalıyam. 1-dən 2-ni çıxaram, -1. 4-dən 2-ni çıxaram, 2. -4-dən -2-ni çıxaram, -2. Eyni məntiqlə CD vektorunu da tapsaq, CD vektoru belə olacaq. D-dən C-ni 0-dan -6 çıxanda 6 qalır. 6-dan 3 çıxanda 3 qalır. -6-dan 0 çıxanda -6 qalır. AB və CD vektorlarını tapdıq. Kosinus alfa üçün də düsturumuz belə idi. Yuxarıda koordinatları hasili. -1 6-ya vuraram, -6. Üstə gəl, 2-ni 3-ə vuraram 6. -2-ni -6-ya vuraram 12. Məxrəcdə, kök altında bunların kvadratları cəmi. 1, üstə gəl 4, üstə gəl 4. Vurulsun. 36 plus 9 plus 36. Bu biraz böyük oldu. Bunlar bir-birini aparar. Yuxarıda qalar 12. Aşağıda 4, 4, 8, bir dənə də 1, 9, ondan 3 çıxır. Buradan isə 72 plus 9, 81 çıxır. 81-dən daha doğrusu 9 çıxır. 3 ilə bu gedər 4 qalar. Onlar 4 böl 9. Kosinus alfa oldu 4 böl 9. Y-bəndi. Normal sualdır. Ardıcıllığın eninci hədd düsturunu yazın. 3, -3, 3, -3, 3, -3. Deməli, burada 3 ilə bizim işimiz yoxdur. Məsələn, AN belə ola bilər də. Məsələn, 3 vurulsun. Deməli, uşaqlar, bu məntiqi nədir? 3'ü vurursan, bir dəfə elə bir 1'ə vurursan, bir dəfə -1'ə vurursan, bir dəfə 1'ə vurursan, bir dəfə -1'ə vurursan. Məsələn, 3 dəyişmədiyi üçün 3 qalacaq. 3'ü tək yazarıq, 3 vurulsun. İndi 1'ə vursam, 1'in istənilən qüvvəti müsbət eləyir deyə -1'in qüvvətinə baxmalıyam. -1 üstü n ilk başda ağla gələ bilər. Amma fikir verin, burada n-ə 1 verəndə -3 eləyir. Amma bizdə 3 ilə başlayır. Deməli, n-lə yox, n plus 1 ilə başlasa, bunu bir dənə artıranda cüt eləyəcək, müsbətə çevriləcək. 3 vurulsun, -1 üstü n plus 1. Y-bəndi. 17. Cəmini hesablayın. Deməli, uşaqlar, -2 ilə işimiz yoxdur. Bu hələ ki qalsın. I üstə gəl, i kvadrat, üstə gəl, i kub. Bu sonsuz həndəs silsilədir ümumiyyətlə. Sonsuz yox, həndəs silsilədir. İndi uşaqlar, elə bir ki, bu həndəs silsilənin cəm düsturudur. Onda belə deyərik, B1 olacaq 1 i, Q olacaq hər dəfə i-yə vurulur. N də, n sayda 97 dənədir. Onda Sn bərabərdir, yəni S97 bərabərdir. B1 vurulsun, yəni i vurulsun. Q üstü n çıx 1, Q üstü, Q-nin özü də i'dir. I üstü 97 çıx 1 bölünsün. I çıx 1. İndi bərabərdir. Diqqətlə baxaq. Birinci i ilə işimiz yoxdur. I üstü 97. Demişdik ki, 4'ə böl, qalığı yaz. 97'ni 4'ə bölündə qalıqda 1 düşür. Qalır i çıx 1, aşağıda i çıx 1. Bunlar getdi, bərabər oldu i-yə. Deməli, hamısının cəmi i-dir. Olacaq -2 üstə gəl i. Bu da olacaq i çıx 2-yə da. Hansını istəyirsinizsə seçə bilərik. Hansı var? B variantı var. 18. A parametrinin müəyyən natural qiymətində təhlillər sisteminin x, y həlli üçün x, y deməli tam olarsa, x, y tam olarsa, deməli,
X plus y tapın. İndi məlum məsələdir ki, x plus y həlli varsa, bu deməkdir ki, yeganə həlli var. Yeganə həlli üçün isə ilk ikisinin nisbəti, deməli, bərabər yox, ilk ikisinin nisbəti fərqli olmalıdır. 1 böl mənfi 1-dən. Buradan da belə çıxır ki, A fərqlidir mənfi 2-dən. Deməli, fərqli olmalıdır da mənfi 2-dən. Və A natural ədəd olmalıdır, unutmuruq. Amma uşaqlar, burada belə bir məsələ var ki, A mənfi 2-dən fərqli versiyasını götürəndə fərqli ki, mənfi 2-dən fərqli çox natural ədəd var. Bu şəkildə yazmaq bizə əlverişli olmaz. O zaman belə eləyək. Normalda sistem tənliyi necə həll edirdik? 2 həll üsulumuz var idi. Mən baxıram ki, tərəf-tərəfə toplasam y-lər gedərdi. O zaman elə yazaq. 2x üstə gəl. A vurulsun, x bərabərdir 13. X-i çıxardanda 2 plus A qalır. Və buradan x bərabərdir. Deməli, x bərabərdir. X, y-də tam olmalıdır. Hə, əla. Bizim işimizi həll elədi. 2 plus A-ya. İndi uşaqlar, buradan x-in tam olması üçün 13 2 plus a-ya bölünən bir ədəd olmalıdır. Bölünən bir ədəd olması üçün də 13-ya deməli, bu 2 plus a-nın 4 dənə versiyası var. 2 plus a 1 ola bilər, 2 plus a mənfi 13 ola bilər, 2 plus a mənfi 1 ola bilər, 2 plus a mənfi 13 ola bilər. İndi birinci üçün, baxın buradan, a mənfi 1 alınır. Bura üçün a deməli 11 alınır. Bura üçün a mənfi 3 alınır. Bura üçün isə a mənfi 15 alınır. Fikir verirsinizsə, natural olan bir dənə 11-dir. Deməli, a-nın qiyməti 11-dir. Yazaq yerinə. 13 böl 2 plus 11, 1. X-i tapdıq 1. X 1-dirsə gətirib yerinə yazıb y-i də tapaq. 2 vurulsun 1 üstə gəl y bərabərdir 6. Buradan y alınır 4. Y 4-dür, x da 1. Cəmi də eləyir 5, yəni D bəndi. 19. Bərabərsizliyin ən böyük tam həllini tapın. Hər ikisində x kub var. X kubu qarşıya çıxarında qalacaq x kub çıx 15x kvadrat. Üstə gəl x çıx 15. Kiçikdir 0. Vuruqları ayırmaq lazımdır. Deməli, ilk ikisindən də x kvadratı çıxarsam, qalacaq x çıx 15. Üstə gəl x çıx 15. Kiçikdir 0. Bunların da içərisindən bir dənə x çıx 15-i çıxardaram. Olacaq x kub, x çıx 15 və x kvadrat plus 1. Düzmü yazdıq? Bəli, düz yazan oxşuyuruq. Kiçikdir 0. İndi uşaqlar, aydın məsələdir ki, bunun kökü yoxdur, bu gedir. Bunun 2 dənə kökü var. Biri 0-dır, biri də 15. 0 və 15 və ikisinin də içərisi boşdur. İntervallayaq. Mənfi aralıq lazımdırsa, uşaqlar, bura müsbət, bura mənfi, bura müsbət olacaq. Amma siz yenə də aralıqları yoxlayın. Deməli, həllimiz oldu 0-15 arasında. 0-15 arasında ən böyük tam həll 14-dür. Bitdi. 20. Ən kiçik 4 rəqəmli natural ədədlə. Ən kiçik 4 rəqəmli natural ədəd 1000-dir. Ən kiçik 2 rəqəmli natural ədədin fərqi. Ən kiçik 2 rəqəmli natural ədəd də 10-dur. Fərqi 990 eləyir. Bax, bu ədəd ən kiçik sadə ədəddən neçə dəfə böyükdür? Ən kiçik sadə ədədimiz də 2-dir. Bunu bölərəm 2-yə görə neçə dəfə böyükdür? 450 plus 45, 495 dəfə. Əslində asan sualdır, sadəcə oxuyub başa düşmək sizi çaşdıra bilər. 3x kvadratdır da yəqin ki bu. Tənliyinin. O zaman inşallah bu belədir də kəsirdir. Başqa nə ola bilər? Sual dəqiq görünmür. Yəqin ki ortada bir dənə kəsir xətti var. Tənliyin həllinin varlığı üçün A parametrinin ala biləcəyi tam qiymətlərin cəmi. Ümumiyyətlə, bu tənliyin həllinin olması üçün bu tərəf müsbət olmalıdır. Yəni, 0-dan böyük bərabər olmalıdır. Yəni, 13a çıx a kvadrat çıx 36 böyük bərabər olmalıdır 0-dan. Bu mütləqdir. Hətta burada çox gözəl bir məsələ var. Fikir verin, məxrəc 0 ola bilmədiyi üçün sürət də 0 ola bilməz. Görürsünüz, sürətdə 0, çünki bu sürəti 0-a çevirən qiyməti yoxdur. Onda ümumiyyətlə modul mənfi ola bilmir. Modul müsbət şəkildə, mütləq şəkildə müsbət olmalıdır. 0-dan böyük bərabər yox, 0-dan böyük eləməliyik. Mənfi 1-ə vuraram. A kvadrat çıx 13a, üstə gəl 36, kiçikdir 0. İndi uşaqlar, hasili 36, cəmi mənfi 13. Hansı ədədlərdir? 4 və 9-dur da.
Deməli, bunun həlli olacaq 4 ilə 9 arasında. Ala biləcəyi qiymətlər 5, 6, 7 və 8. Bu 11 eləyir, bu 15 eləyir. Toplayanda da 26 eləyir. C bəndi. Qəşəng sualdır. Xüsusilə bu 0 hissəsi var. O çox möhtəşəmdir. 22. X-in hansı qiymətlərində bu ədədləri ardıcıllıqla həndəs silsilə təşkil edir? Həndəs silsilə təşkil edirsə, deməli bunun kvadratı bərabərdir bu ikisinin hasili. Olacaq 2 sinus kvadrat x bərabərdir 3 dənə kosinus x-a. Təbii ki, biz demişik ki, bir növ funksiyaya gətirmək lazımdır. Sinusun yerinə yazıram 1 çıx kosinus kvadrat x, 3 dənə kosinus x. Vurub açanda bunu sola yazaq ki, yerimiz qalsın. Olacaq 2 çıx 2 kosinus kvadrat x bərabərdir 3 dənə kosinus x-a. Olacaq 2 kosinus kvadrat x üstə gəl 3 kosinus x çıx 2. Həllinə baxaq. Diskriminantla yazmağa məcburuq. Üstə gəl 2-ni 2-yə 4, bir dənə də 2 misli 8. Daha doğrusu 8 yox 16. 25 eləyir. Deməli, x1 bərabərdir, daha doğrusu t əvəzləməsi də bu. t1 bərabərdir mənfi 3 çıx 5 böl 4. Bu eləyir mənfi 2. t2 bərabərdir mənfi 3 plus 5 böl 4. Bu da eləyir 2-də 1. İndi uşaqlar, kosinus mənfi 2 ola bilməz. Cavab 2-də 1-dir. İndi biz 2-də 1-i həll eləməliyik də. Kosinus x bərabərdir 2-də 1. X bərabərdir plus minus. Kosinus 2-də 1 alır 60 dərəcədə. Yəni pi bölü 3-də. Üstə gəl 2 pi k. Və salam. Hansı variant olur? Plus minus 3 plus 2 pi k. Elə A variantıdır. Görmürdüm. 23. Parametrin hansı qiymətində ifadəsi çoxhədlidir? Uşaqlar, indi əslində bu da çox gözəl sualdır. Çoxhədli o deməkdir. Hal-hazırda bu çoxhədli deyil, rasional ifadədir. Niyə? Çünki məxrəcdə dəyişən var. Bunun çoxhədli olması üçün məxrəcdə dəyişən olmamalıdır. Deməli, bu ixtisar getməlidir. Yəni, ixtisar getməsi üçün də bir yuxarını sıfıra çevirən ədəd olmalıdır ki, yuxarıda x çıx 1-i vuruğu olsun. O zaman x kvadrat plus mx çıx 7-də x-in yerinə 1 yazıb bərabər eləyərəm sıfıra. 1 üstə gəl m çıx 7 bərabərdir 0. M bərabərdir 6-ya. Bitdi. Çox saat, asan sual. 24. MBN 40 dərəcə olarsa ABC üçbucağının AF və SY tənbölənləri. Tənbölənçi qeyd edirsən anında. Alfa, alfa. Bir də SY tənbölənləridir. Beta, beta. Arasındakı kiçik bucağın dərəcə ölçüsünü tapın. İndi bura 40-dırsa, burada 40-dır. Üçbucağın daxili bucaqlarının cəmi 180 olduğu üçün bura 40-dırsa, bu ikisinin cəmi 140-dır. Yarısı da 70-dir. O zaman bura qalır 110. Bura 110-dursa, bunun qonşusu da 70-dir. Bizə də kiçik bucağı soruşur 70 dərəcə. 25. Sinifdəki 40 şagirddən 19-unun velosipedi, 21-nin telefonu, 16-sının isə kompütürü var. Onlardan 11-nin həm velosipedi, həm də telefonu, 12-sinin həm telefonu, həm kompütürü, 6-sının da həm velosipedi, həm də kompütürləri var. 3 şagirdin isə həm velosipedi, həm telefonu, həm də kompütürü varsa, vay vay. Sinifdə təsadüfən seçilmiş bir şagirdin velosiped, telefon və kompütürdən heç birinin olmaması hadisəsinin ehtimalı. Uşaqlar, bu Venn diaqramını həll edəcək. Sadəcə üçlü Venn diaqramıdır bu. Baxın bu şəkildə. Üçlü Venn diaqramıdır. Fərz edək ki, bu velosipeddir, bu telefondur, bu da kompütürdür. Toplamı 40 nəfər eləməlidir. İndi baxırıq. 11-nin, onlardan 11-nin həm velosipedi, həm telefonu. Həm velosipedi, həm telefonu 11. Bax bura. 12-sinin həm telefonu, həm kompütürü. 12-sinin həm telefonu, həm kompütürü. Bura. 6-sının isə həm velosipedi, həm də kompütürü var. 6-sının isə həm velosipedi, həm də kompütürü var. 3 şagird isə həm velosiped, həm telefon, həm kompütür var. Üçünün də kəsişməsi də buradadır. İndi belə çıxır ki, şagirdlərdən seçilmiş bir nəfərin olmaması ehtimalı. Uşaqlar, burada biraz sualın şərtində problem var. Niyə görə? Burada qeyd olunmayıb ki, məsələn, elə bir şagird ola bilər ki, yalnız velosiped ola bilər də və yaxud da yalnız telefon ola bilər də. O qeyd olunmayıb burada. Amma eləyəcək bir şey yoxdur. Yəni, sual səhvdir. Mən 1-də oxuyuram sualı.
Sinifdə 40 şagirdin 19-unun velosiped. Yox, var imiş uşaqlar, üzr istəyirəm. Birincidə də yazıblarmış. 19-unun velosiped. Velosipedə 19 nəfər var. Baxın. 11, 3 neçə edir? Deməli, bu 9 edir, 20 nəfər qalıraq. Uşaqlar, burada məsələn bizim öyrəşdiyimiz stildə bir sual deyil. Təbii ki, həll eləyəcəyik. Sadəcə bu uşaqları çaşdıracaq, %100 çaşdıracaq. Hətta mən deyərdim ki, 99% uşaq burada çaşacaq. Təbii ki, mən də ilk öyrəşdiyimiz stildə yazdım, amma baxıram ki, elə deyil də. Çünki 40 şagird var, bunun 19-unun velosipedi var da, düzdür? Amma mən velosipedə daxil olan ədədləri hesablayanda 20 nəfər eləyir. Axı bu olmaz. Zaten 19 nəfərin velosipedi varsa, bu belə deyək də, fikir verin bura. Bu üçünün cəmi 19-u keçə bilməz. Aydındır mı? Onda biz belə eləməliyik. Bu hissəni yenidən silirəm. Diqqətlə bax. Ən geridən başlayaq. 6-sının velosiped, 6-sının deməli 3 şagirdin həm velosipedi, həm telefonu, həm də kompüteri var. 3 onu da buraya yazıram. Sonra yavaşca geri qayıdıram. Deyir ki, həm kompüteri, həm də daha doğrusu 6-sının həm velosipedi, həm də kompüteri var. Velosiped və kompüter hər ikisinə aid olan toplam 6 nəfərdir. Bax, bura 6 olmalıdır. 3-ü buradadırsa, bura qalır 3-ü. Başqa variant görünmür. Bu şəkildə olmalıdır sual. Çünki 3 dənə cihaz olanın həmçinin 2 dənə cihaz olmuş olur da. Eyni qayda ilə velosiped və tənbölən nə idi? Telefon. Baxaq. 12-sinin həm telefonu, həm kompüteri var. Toplam 12 nəfər burada olmalıdır deyə bura qalır 9. 11 nəfər də burada olmalıdır deyə, 3-ü buradadır deyə burada qalır 8. İndi velosipeddə toplam 19 nəfər olmalıdır. Bu 13, 8 ilə 3-ü toplayaram. 13, 11, üstə də 3 gələrəm 14. Toplam 19-dur deyə 5 nəfər bura qalır. Telefonda 21-dən olmalıdır. 3 ilə 9, 17, plus 3, 20, 1 nəfər bura qalır. Yalnız telefon olan 1 nəfər var. Eyni qaydada da 12 həm telefon, 16 nəfərində kompüter var. Bu ikisini toplasam 3 ilə 3-ü, bax bunları 6 eləyir, üstə 9, 15, 1 nəfər də bura qalır. İndi toplam 40 nəfər olmalıdır. Toplayaq 5 ilə 8-i, fikir verin. 5 ilə 8, 13 eləyir, üstünə də 1 gəlirəm, 14, üstünə də 6 gəlirəm, 20, üstünə də 9 gəlirəm, 29, üstünə də 1 gəlirəm, 30. 30 nəfərin cihazları var, 10 nəfərin isə heç nəyə yoxdur. Heç nə. 10 nəfərin heç nəyə yoxdur. İndi bizə deyir ki, təsadüfi seçilmiş bir şagirdin heç nə olmaması ehtimalını tap. Toplam 40 nəfərdir. Mümkün seçim 40-dır. Bunun 10 dənəsində heç nə yoxdur deyə 40-da 10 olur, 4-də 1, 0,25. Xeyli vaxtımızı aldı. Gəldik bura. D, A, B, S. Üçbucaqlı piramidasında CD tili üzərində Y nöqtəsi götürülüb. Olsun. DO və YM parçaları perpendikulyarlardır. 2 dənə piramidamız var da, perpendikulyardır. Bu piramidaların həcmləri nisbəti 1/2-yə bərabərdir. 1,2-dir bu deyəsən. 1,2-yə bərabər olarsa, YS bölünsün, DY-ni tap. YS bölünsün, DY-ni tap. Uşaqlar, biraz qəliz görünə bilər, çətin deyil. Niyə görə? Baxın, piramidanın həcm düsturu belədir. 3də 1, S oturacaq, vurulsun H. İndi mən birinci həcm düsturu üçün yazsam, fikir verin, ikisinin də oturacağı eynidir də. Bu bizə problem yaratmayacaq. S oturacaq, vurulsun H1. Yəni, böyük bucaq üçün baxıram. H1 də nədir? DO. Bunun yerinə DO yazarım. İkincinin həcm düsturu isə olacaq. Yenə 3də 1 S oturacaq. İkisinin də oturacağı eynidir. Bunun hündürlüyü də YM-dir. Bunları nisbəti tərəf-tərəfə bölsəm 1/2 eləyir. Yəni 2də 3 yox. 5də 6 eləyir. Və yaxud da 10/12 yazım, sizi çaşdırmasın. İndi uşaqlar, buradan 3də 1 S oturacaqlar ixtisar gedir. DO bölünsün YM bərabər olacaq 12/10. Və yaxud da 6/5.
İnşallah 6/5'dirsə, indi məntiqlə baxın. Buradakı düzbucaqlı üçbucaqla fikir verin. Bunun içindəki düzbucaqlı üçbucaq oxşardır. Yəni bunun hündürlüyünü, bu katetin bu katete nisbəti 6/5'dirsə, onda hipotenuzun da bu tərəfə nisbəti 6/5'dir. Bura 6K'dır, bura 5K'dır. Onda burada bir dənə K qalır. Bizə də deyir ki, YS bölünsün, yəni 5K bölünsün, DY K'ya nisbəti. Bunlar da K'lar gedər, bərabər olar 5'ə. Davam eləyək. Bu 27'dir. Bir dəqiqə. Bu 25, 26, bu 27'dir. Deməli, uyğunluğu müəyyənləşdirməliyik. 3 dənədir və buna uyğun variantlar tapmalıyıq. Başlayaq. Birincidən. Variantlara baxın uşaqlar. Variantlar budur. Burada qarışıq görünür bir-birinə. Deməli, F teoremi 1'dir. Birincinin teoreməsini tapmaq istəmirəm açığı. Məni yoracaq. İkincinin teoreməsinə baxaram. 5x üstü 4, 21x kvadrat üstəgəl heç nə. Burada 1 yazanda F1 26 eləyir. Bu deyil. İkincinin teoreməsini tapanda olacaq. 4 bölünsün 1/2 kök x. Çıxılsın 3. Burada yerinə yazanda isə 1. 2-ni 1'ə vurdum. 2 elədi. 4 ilə 2 ixtisar getdi. 2 çıx 3 -1 qalır. 1 verəndə -1 3-cü cəhətdir. Deməli A getdi 3-ə. Bunu sildik. Ekstremum nöqtəsi yoxdur. Ekstremum nöqtəsi yoxdur nə deməkdir? Deməli, ekstremum nöqtəsini necə tapırdıq? Teoreməsini tapıb 0'a bərabər eləyirdik. Əgər teoreməsini tapıb 0'a bərabər eləyəndə teoreməsi 0'a bərabər olmursa, deməli ekstremum nöqtəsi yoxdur. Məsələn, ikincinin teoreməsini tapanda dediyimiz kimi ikincinin teoreməsini olacaq 4 vurulsun 1/2 kök x çıx 3 bərabərdir 0. Buradan 1/2 kök x bərabərdir. Deməli 3 sağa keçir. 3/4. Bunun kökü var uşaqlar. Bunun teoreməsi ekstremum nöqtəsi var. 3 getdi. İndi 2'dən başlayaq. Teoreməsini tapanda yenə 5x üstü 4 çıx üstəgəl 21x kvadrat bərabərdir 0. Buradan x kvadratı qarşıya çıxardanda qalacaq 5x kvadrat üstəgəl 21 bərabərdir 0. Baxın uşaqlar, bunun teoreməsi 0 olmaz. Çünki x kvadratı, daha doğrusu var uşaqlar, üzr istəyirəm. X-in özü 0 olar. Deməli, böhran nöqtəsi, daha doğrusu ekstremum nöqtəsi 0'dır. B-də məsələn deyək ki, ekstremum nöqtəsi yoxdur. Bu yanlışdır da. B məsələn, deməli, 3'ə getmir, 2'yə də getmir. Onda qaldı 1, böyük ehtimalla 1'ə gedəcək. 1'in teoreməsini tapaq. Nisbətin teoreməsini tətbiq eləyəcəyik. Plus 1. Deməli, məxrəcin kvadratı olur. 1'in kvadratı. Birincinin teoreməsi, x-in teoreməsi 1 eləyir. Vurulsun x kvadrat plus 1. Çıxılsın, məxrəc vurulsun sürətin teoreməsi. Daha doğrusu. Çıxılsın x vurulsun, məxrəcin teoreməsi də 2x eləyəcək. Bərabərdir. Davam eləyək uşaqlar. Nə qalır burada? Yuxarıda 1 çıxılsın x kvadrat qalır. Aşağıda isə deməli x kvadrat plus 1 qalır. Məxrəc heç zaman 0 olmur. Sürəti isə 0'a çevirən 2 qiymət var. 1 çıx x kvadrat bərabərdir 0, x bərabərdir plus minus 1. 2 dənə qiymət varsa 2 böhran nöqtəsi var. 1'ə getdi c. C-ni də sildik. Sonra deyir ki, bütün ədəd oxunda artır. O zaman biz ikincinin funksiyanı yoxlamalıyıq da uşaqlar. İkinci funksiyanı yoxlayaq. X üstü 5 üstəgəl 7x kub plus 2. Bütün ədəd oxunda artır nə demək? Teoreməni tapıb 0'dan böyük eləməliyik. Ya da 0'dan böyük bərabər fərqi yoxdur. Olacaq x üstü 5x üstü 4 üstəgəl 21x kvadrat böyükdür 0. Buradan x kvadratı qarşıya çıxaranda qalır 5x kvadrat plus 21 böyükdür 0. Böyükdür 0. İndi uşaqlar, böyükdür 0 deyəndə bu hər zaman müsbətdir. Bu da hər zaman müsbət, böyük bərabər daha doğrusu. Bu da müsbətdir, bu da müsbətdir. Hər ikisi müsbətdir. Hər zaman müsbətdir özdə. Bizdə ekstremum nöqtəsi üçün demişdik ki, bu hər zaman artandır, bu heç. Bu doğrudur.
Məsələn, 2-yə gedir D, bütün ədəd oxunda artır, düzdür. Digər məsələ, ekstrem nöqtəsi. Uşaqlar, ekstrem nöqtəsi o zaman olur ki, məsələn, maksimum nöqtə və yaxud da minimum nöqtə. Mənfidən müsbətə getsin və yaxud da müsbətdən mənfiyə getsin. Burada mənfi hissə yoxdur. Fikir verin, həmişə müsbətdə artır. Bütün ədəd oxunda artırsa, bunun ekstrem nöqtəsi də yoxdur. 2-yə getdi, B, D. Deməli, 1C, 2BD, 3də A-dır mı? Bəli. Bitdi deyəsən. Bütün ədəd oxunda azalır. Bütün ədəd oxunda azalır. Y variantını da bir dənə yoxlayaq. Uşaqlar, Y variantı, baxın, bu ikinciyə getmir, bu heç ikinciyə uyğun deyil. Birincidə biz mənfi 1-lə 1 almışdıq. Mənfi 1-lə 1 sıfıra çevirən qiymət varsa, o bütün ədəd oxunda arta bilməz. Müəyyən aralıqda artar o heç, amma bütün ədəd oxunda arta bilməz. Gəldik Y-yə, Y-yə də bütün ədəd oxunda arta bilməz. Niyə görə? Çünki kök altındadır. Kök altında bütün ədəd oxu işləmir onsuzdur. Ona görə Y heç birinə yetməyəcək. 1C, 2DB, 3də A. Növbət. Bir qrup adamın 14 günlük səfərinə müəyyən məbləğdə pul ayrılıb, lakin həmin səfərdə 3 nəfər iştirak edə bilmədi. Ayrılmış məbləğ qalan adamlara 16 gün bəs edərsə, əvvəlcə səfərə neçə nəfər çıxmalı idi? Uşaqlar, indi biraz qarışıq görünən bir sualdır, amma qarışıq olmayacaq. Niyə görə? Məntiqlə düşünsək, pul, belə deyim də, 14 nəfərlik səyahət üçün müəyyən qədər pul ayrılıb, düzdür? Düzdür. İndi pul sabitdir. Amma belə bir məsələ var. Adam sayı artanda pul sabitdir axı. Adam sayı artanda gün avtomatik azalmalıdır da, çünki pul dəyişmir. Adam sayı azalanda isə gün artmalıdır. Çünki pul çoxdur, daha çox istirahət edə biləcəklər. Bunda tərs mütənasiblik. Biz deyək ki, ilkin x sayda adam qoşulmalıdır. Həmin pul bu x sayda adama bəs eləyir 14 gün. Amma adamların sayı 3 var, 3 nəfər azalanda olur x çıx 3. Bunlara bəs eləyir 16 gün. Tərs mütənasib olduğu üçün qarşı-qarşıya vuraram. 14x bərabərdir. 16 vurulsun x çıx 3. Olacaq 14x bərabərdir 16x çıx 48. 48-i sola keçirdərəm. Burada 2x qalar. X də bərabərdir 24. Deməli, əvvəlcə 24 nəfər səfərə çıxmalı imiş. Cavab oldu 24. Gəldi 29-a. Bu necə bir sualdır? Bu necə bir sualdır? ABC düzgün üçbucağının. Ortadakı üçbucaq düzgün üçbucaqdır. Yəni bərabər tərəfli üçbucaqdır. 60, 60, 60. Tərəflərin uzantılarından ardıcıl olaraq bərabər BD, CY və AF parçaları ayrılıb. İspat edin ki, DYF üçbucağı da düzgün üçbucaqdır. İspat sualı imiş. Eləyək. Əslində çox sadədir uşaqlar. Niyə görə? Baxın indi. Burada da bir üçbucaq yaranıb da, düzdür, fikir verin. Sadəcə biraz adlandırma çox olacaq. Biz göstərsək ki, Y bucağı da, F bucağı da, D bucağı da 60 dərəcədir. O zaman deyək ki, böyük bucaq da düzgün üçbucaqdır. İndi fikir versəz. Məsələn, mən bura bir alfa yox, fərqli rənglə yazaq, qarışmasın. Məsələn, mən bura bir alfa, bura bir beta desəm. Üçbucağın bir xarici bucağı, bax bu üçbucaqdan söhbət gedir. Üçbucağın bir xarici bucağı, ona qonşu olmayan, üçbucağın iki daxili bucağı, ona qonşu olmayan bir xarici bucağın cəminə bərabər. Deməli, alfa plus beta 60 dərəcədir. İndi eyni məntiqlə, məsələn, mən bura bir fi desəm, burada bir gamma desəm, bu üç bucaqda da iki daxili bucaq qonşu olmayan xarici bucağa bərabərdir. O zaman fi üstə gəl gamma, bu da bərabərdir 60 dərəcəyə. Eyni məntiqlə davam eləsək, bura artıq x, y deyərəm. Bura x olsun, burada y. Bu bucaqda x plus y də bərabər olacaq 60 dərəcəyə. Bunların hamısının cəmi 60 dərəcədir. İndi uşaqlar, bunların hamısının cəmi 180 dərəcədir. Belə bir məsələ var ki, bu 180 dərəcə olması, onların 60-60 olması demək deyil də, bu düzgün olmadı. Başqa cür cəhd eləyəcəyik.
Tərəflərin bərabərliyindən istifadə edilir. Bu bərabər tərəfli olduğu üçün məsələn mən bura A deyərəm, bu da B-dir. Niyə? Çünki bu bərabərdir də. Bunların hamısı bərabərdir. O zaman bura bir A desəm, burada B-dir deyə bu üçbucağının tərəfi AB-dir. Eyni qaydada bura bir A desə, daha doğrusu bura B desə, burada A-dır deyə bu üçbucağının tərəfi AB-dir. İndi uşaqlar, məsələn, bu üçbucağa fikir verək. Bu tərəfi B-dir, bu tərəfi A plus B-dir və A plus B. Aralarındakı bucaq nə qədərdir? 120 dərəcə. 120 dərəcə. İndi uşaqlar, bunu yazdıq. Digərini, məsələn, bu üçbucağa baxaq. Bu tərəf B-dir. Məsələn, bax, bu üçbucaq. Bura B-dir, bura A plus B. Yenə B və A plus B. Aralarındakı bucaq 120 dərəcə. Yenə 120 dərəcə. Yazanda görürük ki, digərində də elədir. İndi uşaqlar, üçbucaqların bərabərliyi əlamətindən istifadə edəcəyik. T, daha doğrusu tərəf, bucaq, tərəf əlamətindən. Yəni, baxın, bir üçbucağın tərəfi və onlar arasındakı bucaq eyni qaydada bir üçbucağın tərəfi və onlar arasındakı bucağa bərabərdirsə, onda bu üçbucaqlar bərabərdir. Üçbucaqların bərabərliyindən alınır ki, FY də bərabərdir FD-yə. Eyni məntiqlə, eyni TBT əlamətindən bu tərəfində bərabər olduğunu göstərir. Və FY bərabərdir FD, o da bərabərdir YD-dirsə, onda belə çıxır ki, böyük üçbucaqda düzgün üçbucaqdır. Və son 30. Alfa müstəvisi üzərində radiusları 2 olan 4 çevrə bir-birinə şəkildəki kimi toxunur. Alfa müstəvisi üzərində olmayan M nöqtəsi bu çevrənin mərkəzlərindən kök 17 məsafədədir. Deməli, bu tillərin hər biri kök 17-dir. Həmin nöqtədən alfa müstəvisinə qədər məsafəni tap. Buradan bura qədər olan məsafədən söhbət gedir. Bax, bu məsafədən söhbət gedir. Bunu tapaq. Deməli. İndi uşaqlar, baxın, mən bu ortadakını birləşdirirəm. 4 dənə çevrətdə. Bunu birləşdirin. Ortada yaranan fiqur təbii ki, kvadratdır. Bu da gəlib düz kvadratın mərkəzinə düşəcək. İndi kvadratın bura 2, bura 2-dirsə, kvadratın tərəfi 4-dür. Burada 4-dür. Onda diagonal bütöv 4 kök 2-dir. O zaman bu nə qədər olacaq? 2 kök 2. Bu da hündürlük olduğu üçün burada h deyərəm. Pifaqor teoreminə istifadə edirəm. H kvadrat plus 8 bərabərdir 17-yə. H kvadrat bərabərdir 9-a. H də bərabərdir 3-ə. Deməli, hündürlük oldu 3. Və salam uşaqlar, kifayət qədər vaxtımızı aldı. 52 dəqiqə vaxtımızı aldı. Ümid edirəm ki, izahları bəyəndiniz. Bu qədər. Uğurlar hər birinizə. Bu PDF-i də kanalımızda, WhatsApp qrupumuzda paylaşacaq.